Timoteyə 1-ci məktub. 5-ci fəsil. İmanlılar cəmiyyətində məsuliyyətlər. Ağsaqqalla sərt danışma, ona ata kimi, cavanlara isə qardaş kimi, ağbirçəklərə ana kimi, gənc qadınlara tamamilə saf ürəklə bir bacı kimi nəsiyyət ver. Həqiqi dul qadınlara hörmət elə. Lakin əgər bir dul qadının uşaqları ya da nəvələri varsa, bunlar əvvəlcə öz ailələrinə yardım eləyərək möminliyi, yaşlı ailə üzvlərinə də haqqını verməyi öyrənsinlər. Çünki bu, Allahı razı salır. Həqiqətən, dul qalıb kimsəsiz olan qadın öz ümidini Allaha bağlamışdı. Gecə-gündüz ona yalvarmağa və dua eləməyə davam eləyir. Keyfinə yaşayan dul qadınsa yaşadığı halda ölüdür. Nöqsansız olmaqları üçün bu əmirləri tapşır. Öz yaxınlarının, xüsusən ailə üzvlərinin qayğısına qalmayan insan imanı inkar eləmiş və imansızdan betərdir. Qoy bir dul qadının adı dullar siyahısına bu şərtlə yazılsın. Ən azı 60 yaşına çatmış, ərinə sadiq olmuş, elədiyi yaxşı işlərlə tanınmış olsun, məsələn, uşaqlar böyütmüş, qonaqpərvərlik göstərmiş, müqəddəslərin ayaqlarını yumaqla xidmət eləmiş, əziyyət çəkənlərə yardım eləmiş, hər cür xeyirli işlə məşğul bir şəxs olmalıdır. 60 yaşa çatmamış dul qadınları isə siyahıya yazma. Çünki cismani istəkləri Məsihə bağlılıqlarına qalib gələn kimi ərə getmək istəyərlər. Beləcə, verdikləri ilk sözdən çıxdıqları üçün mühakiməyə məruz qalırlar. Eyni zamanda evdən evə gəzərək tənbəlliyə öyrənərlər. Yalnız tənbəllik deyil, lazım olmayan sözlər danışaraq qeybət eləyərlər. Başqalarının işlərinə burunlarını soxarlar. Beləliklə, yaşa dolmamış dul qadınların ərə getməsini, uşaq doğmasını, evini idarə eləməsini, düşmənə heç bir böhtan atmaq fürsətini verməməsini istəyirəm. Artıq bəziləri azıb şeytanın ardınca getmişdi. İmanlı bir qadının dul qadın yaxınları varsa, qoy onlara yardım eləsin. İmanlılar cəmiyyəti belə yükün altına girməsin ki, həqiqi dul qadınlara yardım eləyə bilsin. Cəmiyyəti yaxşı idarə edən ağsaqqallar, xüsusən vəz və təlim işində zəhmət çəkənlər, maddi və mənəvi cəhətdən təmin olunmağa layiq görülsün. Çünki müqəddəs yazıda belə deyilir. Xırman çəkən öküzün ağzını bağlama və işçi öz haqqına layiqdir. 2 yaxud 3 şahid olmadıqda bir ağsaqqala qarşı olan ittihama əhəmiyyət vermə. Günah işlədən ağsaqqalları hamının qarşısında məzəmmət elə ki, digərləri də günah işlətməkdən qorxsun. Allahın, Məsih İsa'nın və seçilmiş mələklərin önündə sənin öhdənə qoyuram ki, ayrı seçkilik salmadan, tərəfkeşlik eləmədən bu təlimatlara riayət eləyəsən. Heç kimin üzərinə tələsərək əl qoyma, başqalarının günahlarına şərik olma, özünü pak saxla. Yalnız su içməklə kifayətlənmə. Mədənə və tez-tez baş verən xəstəliklərinə görə biraz şərab da iç. Bəzi insanların günahları mühakiməyə düşəndən əvvəl də bəllidir. Digərlərinki isə sonradan ortaya çıxar. Beləcə, yaxşı işlər də qabaqcadan bəllidir. Bəlli olmayanlar da gizli qala bilməyəcək.